Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda hamiləliyə və doğuma görə müavinət sistemi ilə bağlı mühüm yenilik tətbiq olunur və bu dəyişiklik gələcək analar üçün həm rahatlıq, həm də yeni suallar yaradır. Artıq bu prosesin elektronlaşdırılması və avtomatlaşdırılması nəzərdə tutulur. Bu deməkdir ki, əvvəlki kimi uzun-uzadı sənəd toplamaq, müxtəlif qurumlara müraciət etmək kimi çətinliklər tədricən aradan qalxacaq. Yeni sistemin əsas məqsədi sənəd yükünü azaltmaq, ödənişlərin daha sürətli həyata keçirilməsini təmin etmək və ümumi şəffaflığı artırmaqdır. Lakin hər bir yeni texnoloji dəyişiklik kimi bu sistemdə bəzi çətinliklərlə müşahidə oluna bilər. Ən böyük risklərdən biri müxtəlif dövlət qurumlarının məlumat bazaları arasında uyğunsuzluqların yaranmasıdır. Məsələn, tibb müəssisəsində daxil edilən məlumatla işə götürənin təqdim etdiyi məlumat arasında ən kiçik fərq belə sistemin avtomatik olaraq müayinəti dayandırmasına səbəb ola bilər. Bu isə vətəndaş üçün gözlənilməz gecikmələr yarada bilər. Digər mühüm məqam isə işə götürənlərin məsuliyyətidir. Əgər müəssisə sosial sığorta haqlarını vaxtında ödəməsə və ya hesabatları gecikdirərsə, sistem avtomatik şəkildə ödənişi bloklaya bilər. Bu səbəbdən işə götürənlərin daha diqqətli və məsuliyyətli davranması vacibdir. Bundan əlavə rəqəmsal sistemlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlar, xüsusilə regionlarda yaşayan insanlar üçün bu yenilik müəyyən çətinliklər yarada bilər. Hər kəsin elektron portallardan rahat istifadə edə bilmədiyini nəzərə alsaq, bu məsələ xüsusi diqqət tələb edir. Bəs bu problemlərin qarşısını necə almaq olar? İlk növbədə vətəndaşlar üçün şəffaf izləmə mexanizmi yaradılmalıdır. İnsanlar sistemə daxil olduqda müavinətin hansı mərhələdə olduğunu və əgər gecikmə varsa, bunun səbəbini aydın şəkildə görə bilməlidir. Məsələn, həkim məlumatı daxil etməyib və ya işə götürən sığorta ödənişini etməyib kimi konkret bildirişlər istifadəçilərə təqdim olunmalıdır. Eyni zamanda məlumatlandırma sistemi gücləndirilməlidir. Təkcə portal deyil, SMS vasitəsilə də vətəndaşlara bildirişlərin göndərilməsi prosesi daha əlçatan və rahat edəcək. Bu, xüsusilə internetə daim çıxışı olmayan şəxslər üçün böyük üstünlükdür. Tibb müəssisələrində və qadın məsləhətxanalarında yeni sistemlə bağlı maarifləndirici materialların yerləşdirilməsi də vacib addımlardan biridir. İnsanlar prosesi əvvəlcədən başa düşərsə, sonra da yaranacaq problemlərin sayı xeyli azalacaq. Nəticə olaraq demək olar ki, bu yenilik Azərbaycanda sosial təminat sisteminin daha müasir və effektiv hala gətirilməsi istiqamətində atılmış vacib addımdır. Lakin sistemin uğurlu işləməsi yalnız texnologiyadan deyil, həm də insan faktorundan asılıdır. Dövlət qurumları, işə götürənlər və vətəndaşlar arasında düzgün koordinasiya təmin olunarsa, bu dəyişiklik gələcək analar üçün həqiqətən də böyük rahatlıq yaradacaq. Bu kimi yeniliklər haqqında daha çox məlumat almaq üçün bizi izləməyi unutmayın.